Salam, xoş gəlmisiniz. Sizə də stəkan gətirim. Yox, mən promoçiyanikdən içəcəm. Zarafat edirəm, gətirəm. Adil, bir dənə belə sual sənə. Sən bizim şirkətdə marketinq müdürü işləmək istəyirsən? Yox. Amma real şansım var. Onda bir dənə söhbətə qulaq as, fikrini dəyişəcək. Buyur Cavid. Deməli bizim müdür notebook xarab olur. Verir texniki şöbəyə. Texniki şöbədə də bizim uşaq işləyir, yavər. Düzəldir kompüteri. Browserin istoriyasına girir. Nə görsə yaxşıdır. Elə bil nə dedi? Gay porno saytları. Kişilərlə çatda yazışmaqları. Yaxşı, mən neyim? Sən qırmızı adamsan da, işdə belə işlərlə məşğul olduğun dinə işdən çıxartsınlar, ya da ki özü utanıb işdən çıxacaq.